1980-ci ilin bu senti W-verse xətasını daşıyır. Yəni ön hissənin qəlbi hazırlananda yumşaq formada olarkən ikinci döyüm zamanı azca yerindən oynadığından dizayn elementlərinin ikiləşməsi olub. Onu müəyyənləşdirmək üçün tarixə baxsaz kifayət edər. Əsas 1 və 9 rəqəmlərinə nəzər yetirsəz ikiləşməni görə biləcəksiniz. Bunların yaxşı, əla vəziyyətdə olanları $150-200 arası satılır. Bu isə 1956-cı ilin Denverində zərb olunmuş xətalı sentdir. D/D Repunched Mint Mark, yəni zərbxana xətası nəticəsində Denveri bildirən D işarəsi səhvən 2 dəfə döyülür. Lupa ilə yaxınlaşdıranda belə bir ikiləşmiş D görsəz, deməli çox nadir bir sentə sahibsiz. Bunun da əla vəziyyətdə olanları hərraclarda $150-300 civarında satılır. Off-center struck sentlər, yəni 2 dəfə döyülmüş və ikinci döyülmədə mərkəzdən qaçmış sentlər. Burada tarix elə də çox əhəmiyyət kəsb eləmir və istənilən ildə belə xətalı bir sent nadir sayılır. Amma məsələ ondadır ki, onun nadir olması üçün mərkəzdən qaçma ən azı deyək ki 15% təşkil eləməlidir. Mərkəzdən qaçma nə qədər çox olsa, onun bazar dəyəri də bir o qədər çox olur. Bu isə 1992-ci ilin Close AM, yəni yaxın AM variantıdır. Bu nadir variantı müəyyənləşdirmək üçün sentin arxasındakı United States of America yazısını yaxından müayinə etməlisiniz. Amerikadakı A və M hərfləri bir-birinə az qala bitişirsə, deməli bu çox nadir Close AM variantıdır. Əks halda bu YDM olur. Bu çox nadir qəlib xətasıdır və bu variantlar aşağı dövriyyədə olmamış MS dərəcələrində belə, məsələn MS62 dərəcəsində də minlərlə dollara satılır. MS62 dərəcəsində olan bu sent hər teyçə əracında $4800 satılıb.